Macun nədir? Ölünü dirildən macun. İçində qoz, fındıq, badam, püstə, avokado yağına qədər, mumya, arının bütün məhsulları. Deməli, nəyə xidmət edir? Bu immuniteti gücləndirir İlhamə xanım. Qan azlığını artırır, immuniteti gücləndirir. İnsanda cinsi həvəs yaradır, cinsi fəallığı artırır. Sonsuzluq məsələsini də yox eləyir. Çox gözəl bir macundur, indi amma yoxdur. Ölkədə ən böyük problemlərdən biri cinsi zəiflikdir. Onun da hamısı sosial şəbəkənin, sonra süni qidaların, təmiz havada olmamağın və idmandan uzaq hamının yataqda ya oturacaqda telefonda olması, bunların hamısı gətirir o kişiliyin azalmasına gətirib çıxarır. Bir də süni geyim, sintetik geyimlər. Yəni bugün az adam görər ki, para deyər, mən pamuk geyinəcəm, yun geyinəcəm. Hamı deyir, parıldasın, yansın, gecə başından o paltarı çıxanda az qalır ev yansın qaranlıqda. Görürsən, işıq saçır ətrafa. Heç kim onu düşünmür ki, bu səs nədir, bu küy nədir, bütün gün məni məhv edir. Sonra deyir, doktor, mənim əsəblərim nə pozulub baxı, mən rahat adam idim. Doktor, bax bugün bilirəm ki, o insanların adlarını, xəstəlikdir bu belə çıxmasın. Müalicəsi var bu Seyfəddin doktor, bunu arı ilə, zəri ilə mənim gözümün qabağında müalicə edib biz klinikaya gedəndə. Müəyyən bir yaşda olan insanların, məsələn 50-dən yuxarıda, 50 üstü yaşı olan insanların cinsi zəiflikdən əziyyət çəkməsi biraz başa düşmək olar. Başa düşmək olar, normal halda. Amma biz keçən dəfə 25-30, danışdıq, 25 yaşı, 30 yaşı, 26 yaş, 27 yaş bu cür gənclərimiz yəni axın klinikalarımıza gəlirlər. Niyə onlarda cinsi zəiflik yaranır? Və bugün boşanmaların da sayının bu qədər çoxalması, ailələrin bu qədər dağılmasının sayının çoxalması məhz bu məsələlərə bağlıdır. Və siz necə müalicə edirsiniz? Və nədən yaranır? Əslində səbəbini biraz dediniz. Səbəbini biraz dedim, indi bu gəncliyə aid olan hissəsini dedim. Çox vaxtı, çox təəssüflər olsun, toy gecəsi uğursuzluq olur. Yəni valideyn ata oğlunla dost olmalıdır. Ana qızınla dost olmalıdır. O ata oğluna həyatın körpə vaxtından oğlan artıq gəlib 10-12 yaşından, 13 yaşından uşağına dərs deməlidir ki, həyat dərsi deməlidir ki, necə olacaq, gələcəkdə sənin həyatında nələr sənin kişiliyinə zərər verə bilər, ziyanlıq verə bilər. Hamı bizdə utanır ki, yox, elə şey mi olar? Telefonu da verirlər, uşaq da orada baxır telefonda, qəflətən qarşısına çıxır bir axmaq şey, bir seks çıxır. Uşaq bütün dərsini, həyatını, düşüncəsini oraya sərf, uşaq daxır, bu yeniyetmə dövrüdür. Başa düşmür bu uşaq. Və çoxlu miqdarda da digər işlərlə, masturbasiya ilə məşğul olurlar və bunlar kişiliyini itirirlər gələcəkdə. Valideyn onu başa salsa, izah eləsə, bunlar gəlib çıxmaz. Yəni gənclik yaşında artıq öz-özünü şikəst edir. Öz-özünü şikəst edir. Sonra da gəlirlər, biz də təbii ki, mütləq düzgün anamnezini toplamalısan həmin adamın. Elə yeri gəlmişkən, bədbaxtçılıq faciə nədir? Kişi zəng eləmir ki, doktor, mənim bu dərdim budur. Yanında xanımın yanında durur, xanımı zəng eləyir. O məcundan varmı doktor? Kişi deyir ki, eşidirəm ki, denən. Çox pis baxıram ona. Bax, sən nə var? Kişiyik də. Sən həkiməm mən. Heç kişi döyən laf qadın həkim. Çox adam özünə bir sıxışdı mı? Elə bir utanır. Yəni, yoldaşına dedirtməyə utanmırsan özün. Elə şey olar mı? Elə olmaz axı. Kişinin bir kişi sirri olar da. Ancaq orada da dediyin kimi çox zəli ilə müalicə cinsi zəiflikdə çox gözəl effekt verir. Zəli ilə? Bəli. Çünki orada prostat vəzinin orada ikinci ürək deyirlər, durğunluq yaranır. Zəli qanı götürən kimi artıq qanı, yığılmış qanı, bir də arı zəhəri. Prostata qoyursunuz zəhərini? Bəli. Xeyli insan, bir də arı zəhəri ən əsas. Bax, nə qədər kişilər bizim yanımıza gələndə o prostat cinsi zəifliyinə əlaqədar bu təbii müalicəyə gəlirlər. Artıq demək, açıqlamağa bilər, biz üstü örtülü efir kriteriyalarına uyğun şəkildə başa saldıqda, biri var, xanım zəng eləyir həyat yoldaşı üçün bu məsləhət alır. Bir də var, doktor ona müəyyən suallar verməlidir. Durub onu xanıma verəsi deyil ki, o sualları. Bəy özü zəng eləməlidir, adınız anonim qalır, heç həkimliyi qoyuran bir qırağa, iki bəyin arasında olan söhbət elə o iki bəyin arasında da qalır.
Çünki həkim sirridir. Həkim sirridir də bu. Müalicə alırsınız və rahat bir də həyatınıza davam edirsiniz. Burada nə var ki?